Vüqar bəy, yeni reklam hesabı yoxsa datası olan köhnə reklam hesabı? Əgər datası olan köhnə reklam hesabı indiyə kimi sizə yaxşı müraciətlər və buna da uyğun yaxşı satışlar veribsə, təbii ki, datası olan köhnə reklam hesabı. Çünki alqoritm reklamları optimizasiya edərkən bu datalardan istifadə edir. Bəs targeting yığılması yoxsa targetingin test və analiz edilməsi? Şübhəsiz ki, targetingin test və analiz edilməsi. Ona görə ki, hər sektora uyğun bir neçə hədəf auditoriyası mövcuddur. Bu hədəf auditoriya olan bir yerə yığmaq rahat bir prosesdir. Önəmli olansa bu hədəf auditoriyaları test edərək ən uğurlu olanı müəyyənləşdirməkdir. Birincisi təsadüf xarakteri daşıyır, ikincisi isə təcrübə sözünü deyir. Yaxşı. Ümumilikdə targeting yoxsa reklam postu? İndiki alqoritmada reklam postu. Çünki indi alqoritma keyfiyyətli və satış yönlü video postlara daha da öncəlik verir. Hər siz heç bir targeting istifadə etməsəniz belə, alqoritma sizin datalarınızdan və ya reklam videolarınızdan sizə uğurlu hədəf auditoriyasını müəyyənləşdirə bilir. Hətta bunun üçün Meta daxilində Advanced Base Audience funksiyası mövcuddur. Təbii ki, bu o demək deyil ki, targeting gərəksizdir. Amma əgər sizin targeting uğurlu olarsa belə, keyfiyyətli video postlarınız olmazsa, bu sizə sadəcə büdcə israfına səbəb olacaq. Ona görə indiki reklamlarda video postlarının rolu, reklam postlarının rolu daha da önəmlidir. Sonuncu sualım, reklam kabinetinin qurulması ya reklamların düzgün strategiya ilə idarə edilməsi? Burada mən reklamların düzgün strategiya ilə idarə edilməsi deyərdim. Reklam kabinetinin qurulması da gərəklidir. Amma əgər siz reklamı doğru strategiya idarə etməzsəniz, bu tək başına sizə nəticə verməyəcək. Bu o demək ki, sizin target ilə kontent test analiz edilməlidir. Data yığılıb data əsasında retarget reklamlar verilməlidir. Həm bir büdcə daxilində bir neçə postun reklam edilməsi kimi bu funksiyasından, həm də bir büdcə daxilində tək postun reklam edilməsi kimi ABA funksiyasından ayrı-ayrı istifadə edilməlidir. Siz bunları maksimum şəkildə istifadə etsəniz, reklamlardan maksimum performans əldə edə bilərsiniz. Təşəkkürlər. Buyurun.